Salam, hər gözəl bir müğənni Almaz xanım Saraylıdır. Almaz xanım, xoş gəlmişsiniz. Çox sağ olun. Necəsiz? Əla. Əla olasınız təki, həmişə bax belə güləriz olasınız, həmişə belə şən mahnılar, şən musiqilər tamaşaçılarımıza çatdırasınız və həmişə də əhvalınız, ruhiyyəniz bax belə şən olsun. Və Almaz xanım, mən istərdim ki, verilişə başlamazdan əvvəl bizim, siz görürsünüz ki, bax orada stolda Talih yolları tortu qoyulub. Yəni o tortu bizə Yasaman rayonunda yerləşən Fuad Market mağazasının rəhbərliyi göndərilib ki, məhz sizə təqdim edək. Çox sağ olun. Siz də sağ olun. Olan ağızları şirin olsun. Çox sağ olun. Bax, bu gülü də görürsünüz, nə gözəl gül buketidir bu. Bunu da 4-cü mikrorayonda yerləşən Sev Məni Gül mağazası təqdim edirəm onların adından sizə. Sağ olun. Almaz xanım, demək olar ki, bizə saysız hesabsız məktublar gəlir. Elə fürsətdən istifadə edib, mən bütün tamaşaçılara deyirəm ki, əziz tamaşaçılar, vallah mən sizin bütün məktublarınızı bircə-bircə, sətir-bə-sətir oxuyuram. Az qalıb ki, o qədər məktublar gəlir ki, Almaz xanım, vallah mən çatdıra bilmirəm onu oxumağa. Az qalıb ki, özümə bir məktublar, üzrə bir katib tutam ki, bu məktubları araşdırsın, oxunsun. Çox məktublar da gəlib, sizi istəyirlər tamaşaçılar. Onun üçün də biz sizi biraz əziyyət verdik, bura dəvət etdik. Almaz xanım, bax sizin demək olar ki, başqa müğənnilər kimi sənətiniz göz qabağındadır. Ancaq hamı sizin gözəl şən musiqilərinizi, mahnılarınızı eşidiblər. İndi ancaq mən bilmək istəyərdim ki, Almaz Saraylı kimdir? Harada doğulub? Harada boya başa çatıb? İlham, çox sağ olun mənə bu gözəl verilişə dəvət elədiyinizə görə. Mən çox şadam ki, bu gözəl verilişdə mənim də yerim olacaq, ya sözüm olacaq. Gözəl mahnılarla gəlmişəm sizin verilişinizə. Qaldı o biri tərəfi. Almaz Saraylı o birilər kimi elə bir ki, elə bir həyat yolum yoxdur mənim. Sənətə necə başlamışam, yəni onu istəyirsiniz. Mən Bakıda doğulmuşam. Bakı şəhərində, o köhnə Sovet Sovetski deyirlər, Sovet küçəsində. Oradan adam olmuşam. Sadə bir ailədə anadan olmuşam. Atam o vaxt qəssab işləyirdi, indi rəhmətə gedir. O vaxt qəssab ailəsindəki çox gözəl dolanırdı. Yəni belə təmənnasız, yəni belə çətinliyimiz olmayıb heç vaxt. Çox yaxşı baxıb atam bizə. 3 qızı, 3 bacım var, bir qardaşım var. Allah saxlasın. Anam sağdır. Allah cəm analar canını sağ eləsin. Amin, onun da canını sağ eləsin. Sənətə necə gəlmişəm? Yəni ki, o vaxtı Sovetskidə indi Almaz xanım axı biraz abı havası biraz ağır idi. Oradan çıxan qızlar necə oxuyurdu? Mən əsasən o maraqlandı. Özdəki müğənni olmaz, o söhbət ola bilməz bu barədə. Heç mənim ağlımı, ilhamı, inanırsınız, niyə mən Allaha inanan adamam. İnanırsınız ki, mən necə oldum, mən oxuyan oldum, heç özüm də bilmirəm. Elə bir ki, əslində mən qarmon sinifini bitirmişəm, biraz təkrarlanmaq olmasın. 5 il dərs demişəm, orta məktəbdə, musiqi məktəbində dərs demişəm. Əzbəyev heykəli var, musiqidən dərs vermişəm. Orada qarmondan dərs demişəm. Orta ixtisas musiqi oranı qutarmışam. Sonra elə oldu ki, yavaş-yavaş elə bir ki, başladım toylara getməyə. Atam biraz Abşeron cəmaatı, biraz ağır təbiətdə olurlar. Mənim atam, necə deyim sizə? Yaxın qoymaq istəməzdir. Dəhşət dərəcədə, dəhşət. Deyirdi, get çalmağa, get elə belə də. Yəni, qız xeylağıdır, sabah gedəcək, nişanlanacaq, ərə gedəcək. Yəni, elə belə. O da bilirdi də, çox belə əzazil kişiydi atam. O ilə belə çox istəyirdi. Yəni, elə əzazil olmasaydı, bəlkə də mən belə olmazdım. Bəli, bəli. İndi hər halda... Yəni ki, atanın zəhmi ağır olur. Çox, həddindən artıq. 2 dəqiqənin sözü vardı ki, İlham, biz məktəbdən 2 dəqiqə gec gələndə evdə nəsə olmalıydı ki, bu niyə gec gəldi, bu haradaydı bu, haradaydın? Onun içəri girəndə baxışlarından tez qaçırdım o bir evə. Ki, yəni, baxmasın mən atam, 2 dəqiqə gecikmişəm axı. Bilirdik də xəsiyyətini, yəni, öz qaydasında hər şey. Sonra nişanlandım, qarmon çala-çala elə bir ki, məndə yavaş-yavaş elə bir oxumağa, nə bilim, meylim deyə bilmərəm, necə oldu mən oxuyan oldum.
dərsinə gedim, ya xanəndəliyi heç belə söz ola bilməzdi ki, mən ona deyim ki, papa, mənə bıraq yenə gedim, Asif Zeynallıya girim. Bu da o içərdən gələn ilahi bir qüvvədir. Amma gecələr yatırdım, elə bir ki, içərdə, daxildən, elə bir ki, oxumaq istəyirdim də, özümdən asıl dördüm. Amma çalırdım, zümzümə elirdim, belə də az-az oxuyurdum özüm üçün. Həddindən artıq sevirdim Həz babanı, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Zeynəb xanıma çox qulaq asırdım. Yəni evdə, düzdür, anam, məsələn, ən kiçiyi mən idim evdə. Evin ən kiçiyi mənəm. Evdə iş zat, mən, yəni, hələ indiyəcən nə işini eləyəmirəm. Hələ oxumağı bacarım, bir də yaxşı xor elə pişirirəm. O bakılarda çişlərə, qutab. Yox, xəmir xor elə qətiyyən. Xəmir ümumiyyətlə düzəldirmirəm, xəmiri o yaymaq ilə yoğurum, elə şeylə bilmirəm. Necə başlısınız? Yox, mən evdə vardım, 2 bacım var, anam var. Onlar eləyirəm, mən yəni heç nə eləməmişəm. Sonra elə oldu ki, mən nişanladılar məni. Yavaş-yavaş evdə qarmonu götürürdüm. Elə oldu ki, qadın toylarına başladım getməyə, qız dəstəsinə, bilirsiniz, Abşeron zonasında. Orada, yəni ona görə atam buraxırdı ki, orada bizim Bakı Abşeron toylarında, yəni gəlinin atası da görsənmir, bilirsiniz də onu. Mən özüm kənd yerdə yaşamışam, Almaz xanım, demək olar ki, məsələn, heç qızın qardaşı da o mağara yaxın gedə bilməzdir. Musiqiçilər qadın olur, oxuyan qadın olur, hamısı qadınlar olur. Ona görə atam deyirdi ki, qoy getsin. Bir dənə də bizim sürücümüz vardı, bir 65-70 arasında yaşlı adam idi, qonşu idi. Atam deyirdi ki, bunu sənə tapşıram. Yavaş-yavaş nişanlanmışdım bir aydır. Belə gedirdim. Elə oldu ki, bir sinetənər oldu, müğənninin səsi nəsə də olmuşdu, olur da səsdir. Gördüm, səs işləmir. Özü elə toydu ki, Bakı Abşeron toylarında bilirsiniz də, həmişə elə bir ki, 800-1000 nəfər adam olur. Bəli, çox olur. Özü ki, yerə xalçız sərirlər, otururlar, hamısı qadınlar, ürəyin istəyən kimi. Yəni ki, otururlar, məsələn, gedirlər yoldaşının, məsələn, xorəyin verirlər. Bütün işlərin, güclərin görürlər. Toyxanada ancaq nişanlı qızlar, bir də ki, yaşlı qadınlar, yəni ki, Bakı toylarını bilirsiniz də, heç kim. Yəni orada nə istəyirsən, nə istəyirsən, elə bir toydu ki, ağır toydu, bir dənə qız idi, yadıma gəlir indiyə kimi. Müğənninin səsi işləmir. Ağlamaq tür ki, mən oxuya bilmirəm. Mən də utanıram, deyim ki, İstəyirsən mən bir balaca oxuyum. Deməli, oxudu. Tərifdə səsi gəlmir oxumağa. Özü Abşeron toylarında muğam geri oxuyasan. Balaca da olsa, geri, məsələn, ya tərəkəmənin arasında, ya mahnının arasında mütləq muğam oxumalısan. Ona görə də İlham, mən çox fəxr eləyirəm ki, doğrudan o qadın toyları olmasaydı, mən bəlkə də indiyə kimi belə oxumazdım. Mən indi bu televizor vasitəsilə cəmaatımıza, yəni xalqımıza, yəni mən ayırmıram ha. Orada mən puxtələşmişəm, orada öyrənmişəm, onu qoyub onu danışıram. Amma toyların özü də bir məktəbdir. Ay sağ ol. Orada zümzümə elədim, oxuyan gözündən yaş gəldi. İndiyəcən yadımda o ağladı ki, ay Allah, sənin nə qəşəng səsin var. Ancaq həqiqətən mən yaxşı qarmon çalmışam. İndiyəcən bu adlı sanlı müğənnilərimizə balaca qız idim. Qarmonu güclə tuturdum qucağımda, amma yaxşı çalırdım qarmonu. Belə qarmonu evdə məsələn qaçırdım, götürdüm qarmonu. Bir-iki də belə yavaş-yavaş başladım oxumağa. Qarmonu götürdüm, gizlin güya qarmon çalmağa gedirdim də. Gedirdim oxumağa. Deməli siz o həmən dediyiniz o toydan başladınız. O toydan başladım. O toydan başladım. İndi bəlkə də heç o adamlar bəlkə də indi bilirlər. Bu onlar belə 85-86 belə 87 belə elə yadımda deyir belə çox elə. Nəysə ondan sonra yavaş-yavaş başladım oxumağa. Elə bir ki İlham mən gecələr yata bilmirdim. Ağlamaq tuturdu ki, mən atama necə deyim ona ki, mənə oxumağa qoysun. Elə oldu ki, gizlin dedim ki, dokumentdə hazırlayıram. Biz qoy gedim Asif Zeynallıya da sənədlərinizi verəsiniz ora. İlham, gizlin getdim, girdim də ora. Asif Zeynallıya girdim. Girmişdim, 3 gün içində oldu ya. Girməyimlə elə bir ki, 2 dənə 4 almışdım, indiyəcən 2 dənə 5 almışdım. 4 dənə imtahan. Deməli, girdiniz Asif Zeynallıya. Girdim Asif Zeynallıya. Girdik. Bir aydan sonra dərslər başlayır da. Bilmirik, indi necə deyək də buna, belə deyə də bilmərəm ki, orada qarmon sinifi yoxdur. Bizdə ailədə birimiz yalan danışdıq, elə bir ki, necə deyim, elə bir ki, biraz loru dilində deyim, elə bir ölmüşük. Yəni ailədə nə dedi olmalıdır, dəqiq olmalıdır, bir dənə yalan olmalıdır. Elə oldu ki, mən bacıma dedim, mən deyərəm papama, papaya mən deyərəm. Atam dedi, gedib deyərsən ki, ged Almaza deyinə, gözü ged ona deyinə. Ged Almaza deyinə ki, nə qədər qarmonunu tikə-tikə doğramamışam o qəssab bıçağı ilə. Heç onun qarmona da qoymaram. Getsin necə dokumentlər verib, elə də getsin götürsün.
Mən İlham necə ağlaya-ağlaya, indi və danışacağım qəhrəmanım. Necə ağlaya-ağlaya bacımla getdim o dokumentləri. Orada da deyirlər ki, ne eşidirəm ki, atam necə götürmüşəm, necə evə gəlmişəm. Bir ay mən, bir ay çörək yemədim, nə gün yetişdim ya da oxumağın dərdindən. Sonra elə oldu ki, nişanlandım. Başladım yavaş-yavaş getməyə qadın. İstəyən adam eləyəcək o şey. Yəni gizli-gizli. Qadın toyladı da, burada nə var? Amma qarmonu götürürdüm. Məsələn, amma sən nişanlınız necə baxırdı onda? Nişanlım heç nə demirdi. Yəni televizor məsələsi heç söhbət ola bilməz bu şeyə. Ay efirə çıxıb, elə söhbət olmamışdı. Mən Yasamalda olurdum. Yasamalda yenə bir müğənni gəlməmişdi toya. Toya gəlmədi. Mən özüm toyu tutmuşdum. Ev yesi də ki, dağlı cəmaatını bilirsiniz necə. Bəlkə də indi eşidirlər olar. Seyid məhəlləsindəydim. Orada elə oldu ki, dedilər ki, biz oxuyan gəlməyib, bu dəqiq oxuyan bura gəl. Oxuyan da gəldi saat 10-da. Onacan təsərrüfü gətirdim. Həm qarmon çaldım. Həm də oxudunuz. Həm də toyu onacan oxudum mən. Saat onacan deməli, mən elə oxumuşam orada ki, atam oradan keçib deyib, bəhbə, əcəb oxuyur bu oxuyan. Nə gözəl oxuyur bu oxuyan. Amma bilməyib ki, qızıdır. Bilmir kimdir. Bəli. Oxuyan gəldi, oxuyan necə maşından düşər, ev yesidib, necə gəlmişsən, səni burada öldürməmişik. Dağlı cəmaatı bilirsiniz necə adamdır. Necə gəlmişsən, necə qayıdacaqsən. Oxuyanımız da var, çalanımız da var. Vəssalam. Gəldim evə, dedik, qızım, biraz keçəndə qulaq astım. Oxuyanınız kimi idi? Oxuyan, nə qəşəng, nə gözəl muğam oxuyurdu. İndi deyə bilmirəm ki, dedim, birdən deyə belə. Dedim ki, papa, biz oxuyan gəlməmişdi, biraz arada mən oxudum. Biz oxuyan nə oldu? Gördüm, kişi nəsə belə yaxşı vaxtına düşmüşdü, nəsə yaxşı vaxtına düşmüşdü. Keyfinin duru vaxtına. Hə, onda mənim bacımın uşağı olmuşdu da, oğlu olmuşdu. Nəsə o... Sevinirdi. Sevinirdi, yaxşı vaxtına düşmüşdü. Dedim ki, papa, mən oxudum, toy oxuyan gəlmədi, öldürürdülər məni. Dedi ki, əgər sən belə oxuyursansa, get oxumağımın dalıcı. Ailə qurdum, sonra elə oldu ki, dalbada uşaqlar oldu, üzr istəyirəm. 2 dənə oğlum var, dalbada uşaqlar oldu. Çox sağ olun. Sonra uşaqlar yavaş-yavaş böyüdü, məsələn, 1 yaşı, 2 yaşı. Mən başladım yavaş-yavaş, amma qız toylarına gedirdim, belə qadın dəstəsi ilə yerə də gedirdim. Yoldaşım mənə deyirdi ki, elə günə ki, nə kampaniyaya get. Adam var, götürmür də, başı götürmür də. Bir də ki, efirin adını çəkmə. Televizor məsələsi olması, gedirsən də toyada, sənətin də gedirsən. Özü biz necədir, İlham, gecə 2-də, 3-də, bizim Bakı toylarında axşam saat 8-ə, 9-a toy başlayır, bilirsiniz də. Səhər üzü qutarır, saat 5-də. Elə bir də görürsən ki, amma Türkandır, Hövsandır, gür toylardayız, muğamatla da gedir, gəlin, elə ki, oğlan evi saat gecə 11-də, 12-də gəlir, səhər 3-də, 4-də hər oxuyan. İndiyəcəm də maşallah boğazım pişib, mən mikrofondan qorxmuram. Amma sən deməli ailə qurdunuz. Ailə qurdunuz, 2 dənə oğlunuz oldu, Allah saxlasın. Və sonra? Sonra mən istəyirdim efirə çıxmağa, yəni belə söz-söhbət. Yəni, bilirsiniz, başqa söhbətimiz olmayıb. Mən bir dənə bu efir vasitəsilə, bəlkə də baxmır mənə, evlənib o. O evlənib, ailə qurub, evlənib. Yəni, o öz şəxsi həyatıdır onu. Mən niyə görə ayrıldım? Toydu da, bir də görürsünüz, gec gəlir, 2-də gəlirdim, 3-də gəlirdim. Bir də, məsələn, söz götürmürdüm də. Səndən qabaq mənim atam vardı qabağımda. Yəni, mən özümü necə saxlamışam, axıracan da elə saxlayacağım. Bəli. Yəni, söhbət olurdu ki, gec gəlirsən, toyları at, nə bilim, lazım deyil, bir dənə toy götür günü. Maşallah, toylarım da elə olurdu ki, İlham, dalbadal, toyun içində toy tuturdum. Elə oxuyanam ki, mənim ehtiyacım yoxdur. Bu toyun üstündə sizin toyun üstündə, efirə çıxma, çox efirə görə ki, televizorun adını çəkməklə. Televizor olmayacaq. Belə söz-söhbətimiz, ay belə dava, mənim dava ilə aram yoxdur. Bilirsiniz də, bürcüm də mənim balıq bürcüdür, ağzımda dilim də yoxdur. Yəni, sənətim var, sənətlə özüm, dilim vardı ki, qoy mən sənətimi də alacam. Mən sənə gələndə oxuyan idim da, elə deyir. Yox, sən bilirdin ki, müğənni ilə evlənirsən. Mən 2 dənə uşağımız vardı, gedirdim, toyda da nə ziyanı var? Artıq bunun ziyanı yoxdur ki, sənətimi də davam eləyərdim. O mənim yanımda olsaydı, o bir kinoda deyir, mənə qoysaydın, yoldaşına deyir, deyirsən mənə qoysaydın, düz yerinə düşdü bu söz. Əhməd haradadır? Deyir, indi qoysaydın məni, xalq artisti olmuşdu. Bəlkə də indi mənim həyat yoldaşım mənim yanımda olsaydı, peşman deyirəm. Allah'a şükür, oğlum yanımda, anam yanımda. Yəni, özüm eləyirəm də, yəni, başqa şeyə görə ki, biz ayrılmamışıq. Sənətə görə ayrılmışıq. Amma ola bilməzdi ki, o deyənə siz razılıq veriydiniz, elə oturuyordunuz evdən, sənətə çıxmazdınız. Mənim belə sənətim olmasaydı, valla, mən öz o biri bacılar kimi oturardım elə, evdar qadın olardım.
Allah bu vergini elə adama da versin də. Yox, ancaq əgər bu özünə vergini yaxın veribsə mənə, istədiyi məni adamlara qoymursansa, sən o böyük günah elədi mənə. Mənə neynədir ki, heç nə eləmədi mənə. O mənə heç nə eləmədi. Görün, mənə nə qədər mənə sevənlər var. Mənə Allah, hərdən mənə deyirlər ki, sponsoru var, mənim deyil sponsorumdur. Bu boyda mənim sənətim var. Sponsorum da özü mənim. Sponsor olsun, təmənnası sponsorum nə ziyanı var ki, mənə ki, konsert eləsin, onu özünüz bilirsiniz nə qədər pul lazımdır. Oğlum da oxudururam oğlumu, necə lazımdır. Sizin bir oğlunuz sizlə qalır da? Bir oğlum məndədir, bir oğlumu vermişəm ona. Yəni, siz çətinlik çəkirəm. Görürsünüzmü heç o birisi oğlunuzu da? Hərdən zəngləşirəm belə. Yəni, bizim belə bir sözümüz oldu ki, yəni, nə mən belə, uşağı ilə maraqlanmır. Oğlumla maraqlanmır. Bu birisi ilə maraqlanmır. Maraqlanmır, heç zəng zad eləmir, heç maraqlanmır. Bilirsiniz ki, o birisi uşağı heç olmasa yaxşı saxlayır mı? Bilirəm, hə, bilirəm. Yaxşı saxlayır. Hə, xəbərim var. Yaxşıdır. Yaxşıdır, özü əla oxuyur. O bir oğlum da yaxşı oxuyur. Balaca vaxtından özü qaynayla baxmışdı ona, körpə olandan sonra. Toylara gedirdim, çatdırıb dalbadal ki, olmuşdular. Üzr istəyirəm. Ona görə çatdıra bilmirdim. Yəni, iki oğula baxmaq indiki zamanda çətindir. Bəli. Mən sırf bu dəqiqə ancaq sənətlə, oğlumla, evlə məşğulam. İndi şükür Allaha, deyək ki, belə oğlunuzu da Allah qoysa evləndirdiniz. Bəs sonra, tək qalmaqdan qorxmursunuzmu? Yox, yox. Mənə hərdən deyirlər qocalmaqdan. Mən valla tələsirəm ki, qocalım. Nə barədə qocalım? Yəni, o barədə demirəm. Nəvələrim olsun, baxam onu. Yəni, mənim... Amma xanım, indiki gəlinlər axı qaynanaya çox baxmırlar, ona görə... Mən birincisi heç vaxt qoymaram ki, mən gəlinlə bir yerdə qalım. Həyatı boyu. Qoy ayrı olsun, ayrı. Dava da eləsələr, mənim elə xəsir, dava da eləsələr, indi oğlum üçün gəlin çıxar. Onsuz da çoxdur istəyənlər. Sevənlər. Hə, yəni biz siz necədir, mən ayda bir dəfə qapısını açaram, mənə zəng eləsə belə-belə, deyərəm ki, əcəb elə, məsələn, bilsəm ki, dava da eləyiblər, deyərəm ki, özünüz bilərsiniz. Həyat yoldaşı sizdən ayrıldı, getdi, ailə qurdu. İndi yəqin ki, onun evlatları da var, yaşayırlar. Məsələn, Almaz siz ailə qurmaq haqqında fikirləşmədiniz. Heç vaxt, nə danışırsınız? Heç bundan da sonra ola bilməz. Mənim həyat yoldaşım, öz yoldaşının qədri, mənim oğlum var qabağımda. Onun qədrini bilməyəndən sonra, o ilə maraqlanmayandan sonra, ikinci yoldaş gəlib nə inəcək? Ancaq fikrim mənim övladımdadır ki, uşağımı bir yerə çıxardım. Sənətimlə yeri gələndə, məsələn, zapislərdəyəm, səs yazma studiyalarındayam, toylardayam. Yəni, öz işimlə məşğulam, evdə otururam, kasetlərlə məşğul oluram. Bütün günü ancaq sənətimlə məşğulam. Yəni, mən əgər ailəmlə bu sənətimə görə ayrılmışamsa, sırf sənətimlə məşğulam. Əgər mən ikinci ərə gedəcəkdim, sələ oturardım birinci ərimdə də. Bəli, düzdür. Elə deyil. Düzdür. Ev dağıtmaq yaxşı şeydir. Əgər öz evi dağıtmısansa, özvə rəva bilmədiyi başqasına rəva görməklə. Yəni, mən bütün Azərbaycan xalqımıza o qədər toylar, o qədər şən günlər arzulayıram ki, Allah bizim bu qara kölgələri bizim başımızın üstündən o qədər, həm toylarda da deyirəm ki, bizim cəmaatımız, o qədər toy yetirsin ki, oxuyan üzünə həsrət qalsın cəmaat ki, oxuyan tapmırıq. O qədər toy var ki, oxuyan tapılmır. Yəni, həmişə Azərbaycan xalqına şadlıq olsun, toy olsun, bayram olsun. Amma Almaz xanım deyirlər ki, ağlayanın bir dərdi varsa, gülənin min dərdi var. Yəni, siz həmişə oxuyursınız, oynayırsınız, ondan sonra şən mahnılar oxuyursınuz. Amma baxanda deyirsən ki, bu qadının ürəyində heç bir dərdi yoxdur. Amma doğrudan da... Mən gizlin evdə də ağlayanda, elə bir adam, bir şey, məsələ yadıma düşür. Ağlayanda gizlin ağlayıram ki, heç kim görməsin onu. Ümumiyyətlə gizlədirəm, hər şey içəridə saxlayıram ki, heç kim görməsin o şeyi. Amma cəmaat içinə çıxanda 6 saat, 7 saat cəmaatın balasını saxlayır, əzab-əziyyətlə, min əzab-əziyyətlə balasını saxlayır ki, uşağımın toyunu eləyib. Mən elə bir toy aparıram ki, yəni toya qayıdıram, elə bir toy. Cəmaat saat 12-də qutaran toy 3-də qutarır. Elə toy olub ki, getmişəm, məsələn, elə qiymətə pul danışmamışam, getmişəm o toy içində 4-5 dənə toy tutmuşam. Amma xanım, heç olubmu, məsələn, bir kasıbın, imkansızın toyunda nəsə köməyini eləmişsiniz və yaxud da güzəşdə getmişsiniz? Pul da salmışam. Siz toylara gedirsiniz, pul qazanırsınız, məsələn. Axı, qadının da, məsələn, qadın da istər ki, hansı qadın istəməz ki, rahat otursun evində, xanımlığını eləsin, rahat biş-düşlə məşğul olsun. İlham, mən söz deyim. Siz niyə Allaha inanan adamsınız da, mən istəmirəm, mən Allaha and içim hər şeyə görə. Mənim yoldaşım işləyirdi, hələ mən 10 il yaşamışıq, üzr istəyirəm. Mən elə onun cibinə girməmişəm ki, onun cibində nə qədər pul var, inanırsınız? İnanıram mən sizin. Çünki mənim atam da, məsələn, deyib ki, qızım, get cibimdən pul
pul götür, ver, pul, məsələn, çörək al. Mən demişəm ki, papa, ged özün götür pul. Biz o elə tərbiyə bizə verib atamız ki, onu demək istəyirəm ki, mən heç vaxt yoldaşıma deməzdim ki, mən pul verginə gedim ya pudra alım, kraska alım, nəsə pomada alım, yəni xoşlayıram ki, özüm qazanım, özüm, o da məsələn deməyib ki, mən pul ver məsələmdə. Amma o çox şey itirdi o. Nə elədi, özünü elədi, mən heç nə eləmədi. Hər şeyim var. Şükür Allaha. Hər şeyim var, özümə görə da Allah ver. Mənə bir dənə bu 2 dənə telim var, səs telim. Onu mənə Allah əlimdən almasın. Amin. O çörək ağacı demişdi. Çörək ağacıdır. Yəni, heç kimdən təmənnam yoxdur. Heç kim də mənim üçün 10 manat xərcləməyib. Özüm özümə eləmişim. Heç vaxtda fikriniz yoxdur ki, ailə qurmaq bundan sonra. Həyatı boyu, heç vaxt. Bir dənə olub, elə bəsimdir. 2 dənə də övladım var. Allah saxlasın. Gül kimi də uşaqlardır, əlaçı da oxuyurlar. Heç inanırsınız İlham, heç məktəbin qapısını tanımıram, heç məktəbə də gedmirəm. Oğluma bir kəlmə demişəm ki, öz başınla instituta girəcəksən, girməyəcəksən, mən başqa cür hərəkət edəcəm. Çox qəddaram mən. Məlumdur siz səhvizdən bilinir. Dəhşət qəddaram, əzaziləm, atama oxşamışam. Heç siz öz rəfiqələrinizdən zərbələr almışsınızmı? İlham, mənim rəfiqəm yoxdur. Heç olmayıb? Var, ümumiyyətlə yoxdur. Mənim rəfiqəm bacım, anam. Sibat demişkən, deyir, mən Tarix Nadir kitabın yarısınacan oxumuşdum. Amma belə bir qəliz bir insana rast gəlməmişdim. Sizin yoldaşınız hansı bürcləri idi? Qoç. Qoçla balıq və ümumiyyətlə qətiyyən tutmur. Qətiyyən. Yaxşı ki, elə ayrılmışsın. Ayrılmasaydım, indi cəmaat mənim üzümə həsrət qalardı. Eyb yoxdur. Allah sizi bu səhnədən ayırmasın. Allah sizin üzünüzdəki bu gülüşü, bu təbəssümü... Nə qədər canım sağdır, nə qədər canım sağdır, nə qədər səsim işləyir. Yenə də öz sənətimin dalınca gedəcəm. Övladım üçün yaşayıram həyatda. O mənim hər şeyimdir. Hər şeyimdir o mənim. Dostum da var, evim də var, yaşamağa evim də var, uşağım da var. Allah hər şey verib mənə. Allah'a şükür. Bir balaca gözəllik də verib, bir damcı çox elə gözəl zat deyirəm. Xoşum gəlmir mənə tərifləməyə. Üzümə də xoşlamıram deməyə ki, hamı mənim istəyir bəstəkarlardan tutmuş, istəyir, yəni mənə tanıyanlar bilir ki, mən xoşlamıram ki, üzümə tərifləsinlər ki, yaxşı oxuyursan. Nə oxuyuram, özümə görə oxuyuram. Hamıya da hörməti, Allah hamısını ruzusunu versin. Mənim də bir dənə balam var, onu da Allah saxlasın. Amin. Belə yaxşı, yəni onun üçün yaşayıram. Məni başqa şey maraqlandırmışdı. Məsələn, ancaq sənət, bir də balanız... Sənətinə görə əgər ayrılmışamsa, sənətinə görə ayrılan müğənnilər sənətin dalıca getsinlər. Başqa şeyə görə yox. Əgər sənət varsa, ruzu da olacaq, hər şey olacaq. Mənim kimi. Necə mənim ayrılmışam, sənətimin dalıca gedirəm ha. Allah'a şükür hər şeyim var. Bir də ki, yəni ki, halala Almaz xanım haram qatmayasın. Heç vaxt. Mənim o boyda oğlum var, heç vaxt istəmərəm ki, onun boyunu kölgəli belə geçsin, baş aşağı geçsin, sabah yekə kişi olacaq. Deməsin ki, eybi yoxdur, kişi xeylalıdır, atası evlənib, eybi yoxdur. Hələ onacan deyirəm ki, oğluma hərdən deyirəm ki, atam, o sənə atonda zəng eləsə, deyir yox, o sənə belə qoydu, o mənə zəng eləməyib, heç vaxt zəng eləməyəcəm. Ona zəng eləməyəcəm. Yəni, belə. Yəni, Almaz xanım, görürsünüz, nə gözəl anasız ki, indidən siz öz gəncliyinizi də, öz gəncliyinizi də, gözəlliyinizi də öz balanıza həsr edirsiniz ki, yəni, mənim evladım böyüyəndə baş aşağı olmasın ki, bunun anası Almaz Saraylı nə vaxtsa, məsəl üçün, bu yolu düz yolu əyri gedib. Doğrudan da mən sizi kimi qadınların qarşısında mən baş əyirəm. Bütün, məsəl üçün, bizim Azərbaycanımızda doğrudan da sizi kimi qadınlar olduqca çoxdur. Həddindən artıq çoxdur. Çoxdur ki, öz qara saçların ağ hörüblər, öz balalarına həsr ediblər ömürlərin günləri. Mən elə anaların qarşısında, çünki mənim anam da məhz o cür olub. Mənim anam da o cür olub, düzdür, ayrılmayıb, ancaq atam rəhmətə getdikdən sonra biz ana sayəsində dolanmışıq. Anam da məsəl üçün kişi qeyrətli bir qadın olub, bizi böyüdüb, boya başa çatdı. Ona görə mən bütün Azərbaycan analarının qarşısında mən baş əyirəm ki, bax, bu cür anaları Allah bizim evlatlarımızın əlindən almasın. Və sizə mən arzu edirəm, Almaz xanım. Qoy həyatda, bax, necə məğrursuz, elə də məğrur olun. Qoy Allah sizin o verdiyi o nazi-niməti,
o vergini sizdən heç vaxt almasın. Qoy Allah sizin həmişə ruzunuzu bol eləsin və belə şən əhval-ruhiyyədə olasınız ömrünüzün sonuna kimi sizə Allah gəlin qismət eləsin. Nə deyim, Allah nə qədər arzularınız varsa ona nail olasınız. Çox sağ olun və sizin qoy bundan sonraki talih yollarınız həmişə açıq olsun, bəxt ulduzunuz parlaq olsun. Sağ olun. Parıldayır onsuz da. Küstür könlüm alan sözüne kurban olum. Məni bu dərdə salan gözüne kurban olum. Küstür könlüm alan sözüne kurban olum. Özüne kurban, sözüne kurban. Eşkime cevap veren sözüne kurban. Özüne kurban, sözüne kurban. Eşkime cevap veren sözüne kurban. Ay məni sevib seçən, eşkimizə and içən, dolanıb yolu keçən, izine kurban olum. Ay məni sevib seçən, eşkimizə and içən, dolanıb yolu keçən, izine kurban olum. Özüne kurban, sözüne kurban. Eşkime cevap veren sözüne kurban. Özüne kurban, sözüne kurban. Eşkime cevap veren sözüne kurban. Döndərmə məni külə, bu qədər naz eyləmə, nazına qurban olum. Öndədir ömür hələ, döndərmə məni külə, bu qədər naz eyləmə, nazına qurban olum. Özünə qurban, sözünə qurban. Eşkimə cavab verən sözünə qurban. Özünə qurban, sözünə qurban. Eşkimə cavab verən sözünə qurban. Ay məni sevib seçən, eşkimizə and içən, dolanıb yolu keçən, izine kurban olum. Ay məni sevib seçən, eşkimizə and içən, dolanıb yolu keçən, izine kurban olum. Özüne kurban, sözüne kurban. Eşkime cevap veren sözüne kurban. Özüne kurban, sözüne kurban. Eşkime cevap veren sözüne kurban. Gözüne kurban olum. Küstür könlüm alan sözüne kurban olum. Məni bu dərdə salan gözüne kurban olum. Küstür könlüm alan sözüne kurban olum. Özüne kurban, sözüne kurban. Eşkime cevap veren sözüne kurban. Sözüne kurban, özüne kurban. Eşkime cevap veren sözüne kurban. Ay məni sevib seçən, eşkimizə and içən, dolanıb yolu keçən, izine kurban olum. Ay məni sevib seçən, eşkimizə and içən, dolanıb yolu keçən, izine kurban olum. Özüne kurban, kurban, sözüne kurban.
eşkimə cavab verən sözünə qurban, özünə qurban, sözünə qurban, eşkimə cavab verən sözünə qurban, özünə qurban, sözünə qurban, eşkimə cavab verən sözünə qurban, özünə qurban, sözünə qurban, eşkimə cavab verən sözünə qurban. İndi isə gir. Əziz tamaşaçılar,